Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilər. Mən Əmirli Səxavət, informatika müəllimiyəm. Bu videoda sizinlə Dövlət İmtahan Mərkəzinin test bankından say sistemləri mövzusundan 137-ci sualın izahına baxacağıq. Sualımız belədir. Verilmiş addımların icrasından sonra alınacaq nəticəni müəyyən edin. Yəni baxaq. 64 üstü 3 onluq ədədini yaz. Yazaq bu ədədi. 2 üstü 18 kimi yazıram. Hələlik. Rahat hesablama apara bilək deyə. Birinci addımdakı ədədin üzərinə 11 rəqəmli ən kiçik ikili ədədi əlavə edin. 11 rəqəmli ən kiçik ikili ədəd olacaq deməli 2 üstü 10. Bildiyimiz kimi 11 rəqəmli ən kiçik ikili ədəd 1 arxasında 10 dənə sıfırdır. Və biz bunu onluq say sisteminə çevirsək alınar 1024. Yəni 2 üstü 10. Plus deməli nə deyir? İkinci addımda alınan ədədin üzərinə 2 üstü 3, 213 onluq ədədini əlavə edin. Daha sonra 3-cü addımda alınan ədədi, alınan nəticəni 16-lıq say sisteminə çevirin deyir. Əla, gəlin çevirək. Deməli 218-i 16-nın qüvvəti kimi ifadə edə bilmək üçün yazıram bunu. Deməli 4 vuraq 2 üstü 16 kimi. Daha sonra 16-nın qüvvətinə gətirsək olacaq deməli 4 vuraq 16 üstü 4. Plus 2 üstü 10. Onu yaza bilərəm. 2 üstü 10'u yaza bilərəm. Necə? 4 vuraq 2 üstü 8 kimi. 16-nın qüvvətinə gətirsəm 4 vuraq 16 üstü 2 olar. 2 üstü 13'ü də yenə 16-nın qüvvətinə gətirə bilmək üçün yazıram. 2 vuraq 2 üstü 12 kimi. Daha sonra bunu da 16-nın qüvvətinə gətirsək alınar 2 vuraq 16 üstü 3. İndi bu alınan nəticəni 16-nın qüvvəti kimi göstərəndən sonra rahat şəkildə 16-lıq say sistemində ifadə edə bilərik. Alınar deməli nə? 4, 2, 4, 0, 0. 16-lıq say sistemində. Cavabımız olacaq deməli 4, 2, 4, 0, 0. İzlədiyiniz üçün təşəkkürlər. Kanala abunə olmağı və videomu bəyənməyi unutmayın.